Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünneti ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, biz 6 əsası oxumağa davam edirik. Muhammed Abdülvahhab, Allah ona rəhmət etsin, ikinci əsası bildirdi və ikinci əsasda bildirdi ki, Allah Taala əmr eləyib cəmaət olmağı, qadağa eləyib bölünməyi. Və Şeyx Ubeyd, şərhçi Şeyx Ubeyd Əl-Cəbiri, Allah ona rəhmət etsin, Quran-ı Kərimdən cəmaət olmağa dəlilləri gətirdi, həmçinin bölünmənin qadağa olmasına aid dəlilləri gətirdi. Və indi isə Şeyx Ubeyd Əl-Cəbiri Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnəsindən hədislər gətirir. Yəni, Quran, sünnədən dəlillər zikr olunur. Cəmaət olub parçalanmamaq barədə. Birinci hədisdə buyurur ki, şeyx, birinci hədisi gətirir, buyurur ki, əvvəlki ümmətlərin bölünməsindən danışır Peyğəmbər sallallahu aleyhi ve səlləm. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm İftaraqatil yəhud alə 71 firqatən. Yahudilər 71 firqəyə bölündülər. وَافْتَرَقَتِ النَّصَارَ عَلَى 72 فِرْقَةً. Nəsranilər isə 72 firqəyə bölündülər. وَسَتَفْتَرِقُ هَذِهِ الْأُمَّةِ عَلَى 73 فِرْقَةً. Bu ümmət isə, yəni Muhammed sallallahu aleyhi ve səlləmin ümməti isə 73 firqəyə bölünəcək. كُلُّهَا فِي النَّارِ إِلَّا وَاحِدًا. Deyir ki, Muhammed sallallahu aleyhi ve səlləm hamısı oddadır o 73 firqənin birindən başqa. قَالُوا مَنْ هِيَ يَا رَسُولَ اللّٰهِ. Sahabələr, Allah ondan razı olsun, soruşdular ki, o bir firqə ki var, hansı ki oda daxil olmayacaq, hansı firqədir? Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, əl-cəmaə, cəmaat, cəmaatdır. Başqa rivayətdə, inşallah Şeyx Ubeyd burada gətirəcək onu, Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir ki, mənim və sahabələrimin yolu üzərində olanlar cəhənnəmə daxil olmayacaqlar. Və buyurur ki, Şeyx Ubeyd Əl-Cəbiri, Cəmaətul haqqilləti intəhəcət əl-kitəbə və sünnə. Haqq cəmaat, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem ki, cəmaat, o cəhənnəmə girməyən cəmaatdır. Şeyx Ubeyd Əl-Cəbiri deyir ki, hansı cəmaat? Haqq cəmaat. O cəmaat ki, onlar kitab və sünnədən tutunublar. Və sərat ələ hədiyyə sələfi salih. Salih sələflərin yolu üzərində gedirlər. Hədihil cəmaətun nəciyə. Bu cəmaat nicat tapan, cəmaatı nicat tapan firqədir. Və hiyə taifətul mansura əlləti qalə fiyhə sallallahu aleyhi və səlləm. Həmçinin mansur tayfadır, yəni kömək olunmuş tayfadır. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlar haqqında buyurur ki, Lə təzəlu taifətun min ümməti zahirinə aləl haqqi lə yadurruhum mən xalifəhum həttə yəti əmrullahi və hum kəzəlik. Buyurur ki, Muhammed sallallahu aleyhi və səlləm ümmətimdən haqq üzərində olan, haqq üzərində zahir olan bir tayfa olacaq. Onlara zərər verə bilməz, onları köməksiz qoyan. Hətta Allahın əmri gələnə qədər. Və hum kəzəlik. Onlar da belə halda olub, Allahın əmri gələnə qədər onlara heç kim zərər verə bilməz. Başqa bir rivayətdə Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Lə yadurruhum mən xalifəhum və lə mən xəzələhum. Kənardan olub, onlara düşmənçilik eləyənlər onlara heç bir zərər verə bilməzlər. Özlərindən olub, onları köməksiz qoyan da onlara heç bir zərər verə bilməzlər. Şeyx Ubeyd Əl-Cəbiri buyurur ki, Hiyə taifətül mansura. O hansı tayfadır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o qiyamətə qədər olacaq, kömək olunmuş tayfadır. Və hiyə əs-sələfiyyə. O da sələfilərdir. Əhl-i sünnə və cəma sələfilər. İmam Əhməd rahiməhullah bu hədis barədə buyurur ki, o cəmaat, hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, o cəmaat illəm yəkunu əhləl hədis fələ ədri mənhum. Deməli, İmam Əhməd deyir ki, rahiməhullah, əgər bu tayfa hədis əhli deyilsə, onda mən bilmirəm kimlərdir. Yəni, demək istəyir ki, həmin tayfa hədis əhli olacaq. Onlar kimlərdir? Yəni, bu onu göstərir ki, qiyamətə qədər olan haqq tayfa hədis əhlidir. Onlar hədis əhlidir. Deməli, birinci hədis hansı hədis idi? Şeyx Ubeyd gətirdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bildirdi ki, bu ümmət bölünəcək. Bu ümmət 73 firqəyə bölünəcək. Hələ alimlər deyirlər ki, 73 firqə bir misaldır. 73-dən də indi çoxlu firqələr var.
Və dəyərli qardaşlar, bu hədis nəyə göstərir? Ümmət bölünəcək. O kəslər ki, deyirlər ki, niyə bölünüb, niyə parçalanıb, niyə belə, niyə belə. Yəni bunu Muhammed sallallahu aleyhi və səlləm xəbər verib ki, ümmət bölünəcək, parçalanacaq. Niyə bölünüb, nə üçün bölünüb, bölünməməli idi, bölünməməsi daha yaxşıdır. Bu sözlər zahirən gözəl sözlər sayıla bilər. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm deyibsə, bu olacaq. Bu olacaq. Biz niyə bölünüb deməkdənsə, necə Hüzeyfə ibn Yəmən o zaman eşitdi Muhammed sallallahu aleyhi və səlləm deyir ki, bölünəcək ümmət, fitnələr olacaq və s. Sual verdi ki, ya Rasulallah, əgər mən gəlib fitnələrin olduğu vaxta yetişsəm, o dövrə çatsam, məzə tə'muruni? Mənə nə məsləhət görürsən, nə əmr eləyirsən? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, təlzəm cəmaətül muslimin və imaməhum. Firqələr olsa, bölünmələr olsa, fitnələr olsa, sən müsəlmanların cəmaatı və imamı, rəhbərləri ilə bir yerdə ol. Sonra deyir ki, ya Rasulallah, birdən cəmaat olmasa, imam olmasa nə edeyim? Deyir ki, get, bütün bu firqələrin hamısını tərk elə. Sahabə Muhammed sallallahu aleyhi ve səlləmə demədi ki, ya Rasulallah, niyə bölünür? Niyə bölünməkdən danışırsan? Axı sən Peyğəmbərsən sallallahu aleyhi ve səlləm, Allaha dua ilə bölünmə olmasın. Versiz, o dərmanı soruşdu. Belə bir xəstəlik olsa, belə bir parçalanmaya gəlib çatsam, mən nə edeyim? Ona görə biz də niyə bölündü, necə bölündü, nə üçün bölündü deməkdənsə, hansı salamat firqədir, hansı cəmaat haqq üzərindədir, onu axtarmaq daha yaxşı olar hər birimiz üçün. Deməli, Şeyx Ubeyd Əl-Cəbri buyurur ki, Əl-Hədis-i Səni, ikinci hədis, Xayrun nəsi qarni. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, hədisdə Xayrun nəsi qarni. Thumməlləzine yəlunəhum, thumməlləzine yəlunəhum. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ən xeyirli əsir mənim əsrimdir. Sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər. Bu hədisi rivayət edən ravi deyir ki, bilmədim, öz dövründən sonra 2 və ya 3 dövr və ya 3 əsr dedi. Ən xeyirli insanlar Allah Resulü sallallahu aleyhi ve sellemin sahabələri, onlardan sonra gələn tabeinlər və onlardan sonra gələnlər. Allah Teala Quran-ı Kərimdə Tövbə surəsində buyurur ki: "Vəs-səbiqunəl əvvəlunə minəl muhacirin vəl-ansar vəllezina təbə'uhum bi-ihsanin radiyallahu anhum və radu an. A'addə lehum cennetin tecri tahtaha'l enharu xalidin fiha, zəlikəl fawzul azim." Buyurur ki, Allah Teala dində hamını ötüb gedənlər, ilk olanlar, muhacirlər və ansarlar və onlara gözəl şəkildə tabi olanlara gəldikdə Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Allah onlar üçün ağacları altından əbədi qalacaqları, ağacları altından çaylar axan əbədi qalacaqları cənnətdə razılayıb. Və bu böyük bir qurtuluşdur. Kim qurtulmaq istəyirsə, kim nicat tapmaq istəyirsə, Muhammed sallallahu aleyhi və səlləmin və onun sahabələrinin yolunda olmalıdır. Sahabələrin yolu nicatdır. Çünki Allah Teala nə deyir? وَالَّذ۪ينَ اتَّبَعُهُمْ بِإِحْسَانٍ. Onlara gözəl şəkildə tabi olanlar. Onlara tabi olmaq əqidədə, mənhəcdə, dinin bütün bölmələrində, istər usul məsələlərində, istər furu məsələlərində. Kimlər sahabələrə, tabeinlərə tabi olsa, əlhamdülillah, haqq üzərində olanlardan olacaq. Radiyallahu anhum və radu an. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Və belə olacaq. Allah Teala bizim hər birimizi onlardan etsin. Sonra Şeyx Ubeyd Əl-Cəbri buyurur ki, Həzə əmrun bil-ictimə alə dinillah və nəhyun anit-təfarruq. Bu hədis, hansı ki Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ən xeyirli əsr mənim dövrüm, yəni mənim əsrim, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər. Şeyx Ubeyd deyir ki, bu hədis də nəyi göstərir? Hədis də əmr edir ki, Allahın dinində cəm olmaq və həmçinin qadağa eləyir bölünməkdən. Qadağa eləyir bölünməkdən. Və həssun alət-təməssük bil-kitabi və sünnə bisirəti sələfis salih minəs sahabəti və təbiin. Həmçinin yönəldir, təşviq edir ki, Allahın kitabından və onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən yapışaq, həmçinin salih sələflərin, onlar da kimlərdir? Sahabələr və tabeinlərin yolundan yapışaq. Lənnə sahabə, çünki sahabələr, niyə görə dəyərli qardaşlar sahabələr? Çünki sahabələr artıq Allahın razılığını qazanmış kimsələrdir. Quran-ı Kərimi ən yaxşı bilən. Kifayətdir ki, bir dənə İbn Abbas üçün Peyğəmbər sallallahu aleyhi ve sellem dua eləyib. Dua eləyib onun üçün ki, Allahümmə fəqqihu fid-din və allimhu tə'vil. Ey Rəbbim, onu dində fəqih et, yəni elmli et və ona təvil, yəni yozumu,
Quranın təfsirini öyrət. Ona görə İbn Abbasa nə deyirlər? Turcümanul Quran. Quranın tərcümanı. Hələ bir dənə İbn Abbas. Sən götür Əbu Bakr, Ömər, Osman, Əli, Muaviyə, bütün sahabələr. Hamısı fəqihlər idi Allahın izni ilə. Onlara nə üçün tabe olmalıyıq? Çünki Allah onlardan razıdır. Onlar elə yaşayıblar ki, Allahı razı salıblar. Və ən gözəl yol da onlara tabe olmaqdır. Necə Allah Taala buyurur: "Vəttəbi səbilə mən ənəbə iləyyə." Mənə üst tutanların yoluna tabe ol və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemdən sonra Allaha ən gözəl şəkildə üst tutanlar kimlər idi? Sahabələr. Ona görə burada buyurur ki, sahabələr insanların içində Muhammed sallallahu aleyhi ve sellemin yolunu ən yaxşı bilənlər idi. Və insanların içində ən fəzilətli insanlar olublar. وَالتَّابِعُونَ Tabiinlərə nə üçün tabi olacağıq və yaxud da onların yolunu tutub gedəcəyik? Hum a'rafun nas bi siratis sahabə. Onlar da sahabələrin yolunu ən yaxşı bilən, onların həyatlarını ən yaxşı bilənlər idi. Və sonra buyurur ki, üçüncü hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Zaruni ma taraktukum fa innama halaka man kana qablakum bi kasrati masailihim wa ikhtilafihim ala anbiya'ihim fa iza amartukum bi şey'in fa'tu minhu mastata'tum wa iza nahaytukum an şey'in fada'uhu." Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, hədisi İmam Buxari və Müslim rivayət edib. Yəni sizə nəyi əmr eləmişəm, onunla məni tərk edin. Yəni çox sual verməyin. Çox sual verib deməli, çox sual verib məni çətinə salmayın, həmçinin özünüzü yükləməyin. Burada məna budur. Elm əhli buyurur ki, sahabələr həmin vaxtı çox suallar verirdilər və sual verməklə məsələni dərinləşdirirdilər, hökmü ağırlaşdırırlar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən sizə nə deyirəm, onunla kifayətlənin. Sizdən əvvəlki ümmətlərin həlak olması və həlak oldular nə üçün? Çox sual verməklərinə görə və öz peyğəmbərlərinə müxalif olduqlarına görə və ya ixtilaf elədiklərinə görə. Buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem, mən sizə nəyi əmr eləmişəm? Onu bacardığınız qədər yerinə yetirin, nəyi ki qadağa eləmişəm, ondan çəkinin. Şeyx Übeyd Əl-Cəbri buyurur ki, bu hədis özündə bir neçə məsələni əhatə eləyir. Birincisi, ət-təməssük bi hədiyin nəbi sallallahu aleyhi ve sellem və ət-təməssük bi sünnətihi. Birincisi, Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan və onun sünnəsindən yapışmaq. Bu hədis göstərir ki, onun yolundan və sünnəsindən yapışaq. Zəruni mə təraktukum. Çünki nə dedi? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, yəni çox sual verməyin, sualı çoxaltmayın, məsələni ağırlaşdırmayın, hökmü dərinləşdirməyin. Sonra buyurdu ki, فَإِذَا أَمَرْتُكُمْ بِشَيْءٍ فَأْتُ مِنْهُ مَسْتَطَعْتُمْ. Nə ki əmr eləmişəm sizə, bacardığınız qədər yerinə yetirin. Bacardığınız qədər yerinə yetirin. Sonra Şeyx Übeyd Əl-Cəbri buyurur ki, bu hədis ikinci, özündə əhatə elədiyim məsələ, ət-təhziru anil-ixtilaf. İxtilafdan çəkindirir. İxtilafdan çəkindirir. Və hədə təhziru minəl-ixtilaf bəyyənəhu ar-Rasul sallallahu aleyhi ve sellem bi qavlihi. Deməli, ixtilafdan çəkindirməyi də Peyğəmbər sallallahu aleyhi ve sellem özü bəyan elədi elə bu hədisdə. Buyurdu ki, فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِكَثْرَةِ مَسَائِلِهِمْ وَاخْتِلَافِهِمْ عَلَى أَنْبِيَائِهِمْ. Yəni bildirdi ki, sizdən əvvəlki ümmətlər, yəni sizdən əvvəlkilər nə üçün həlak oldu? Öz peyğəmbərlərinə çox sual verirdilər və peyğəmbərləri ilə ixtilaf edirdilər. Peyğəmbərlərinə, yəni müxalif olurdular. Fəl-ummətu idə ixtələfət alə nəbiyyihə. O ümmət ki, öz peyğəmbəri ilə ixtilaf eləyib, ona qarşı çıxırlar. Muarradatun lil-hələk. O ümmət həlak olmağa tərəfdir və ya həlak olacaq. Sonra buyurur ki, yəni burada demək istəyir ki, Şeyx Übeyd Əl-Cəbri bu hədisi gətirməklə çox danışmaq, çox sual vermək, yəni qarşı çıxmaq, hökmlərlə razılaşmamaq, niyə belə, nə üçün belə, belə olsaydı belə olardı. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrin içində də çox sual verirdilər bəzən. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara dedi ki, sualı çoxaltmayın, çox sual verməyin. Mən sizə nəyi öyrədirəm, elə onunla kifayətlənin, onu yaşayın, bacardığınız qədər, yəni əmr etdiklərimi. Qadağalarımın da hamısından çəkinin. Çünki elm əhli deyir ki, sualı çoxaltmaq, yəni məsələni dərinləşdirmək, hökmləri biraz ağırlaşdırır.
O da sizin üçün çətin olar. Ola bilər yerinə yetirə bilməsiniz. Yerinə yetirməkdən də aciz olarsınız. Ən yaxşısı nə deyibsə Muhammed sallallahu əleyhi və səlləm elə ondan kifayətlənməkdir. Sonra buyurur ki, üçüncü məsələ, bu hədisin özündə əhatə elədiyi üçüncü məsələ nədir? Fihi sirrun bedi'un. Bir dənə burada gözəl bir dənə sir var. O da nədir? Min əsrar-ı təşri'. Yəni şəriət əməlləri qoymağın sirlərindəndir. Ennel əvamir yu'fa anil insan ma ya'cuz an fi'lihi. Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni Allah və Rəsulu ümumən nəyi ki əmr ediblərsə, insan onu nəyə gücü çatırsa o qədər yerinə yetirir. Bacarmadığı şeylərdə də Allah Taala onun üçün keçir. Təbii ki, bəzi məsələlərdə. Və əmmən nəvahi fələ affə fih. Amma qadağalarda əf yoxdur. Qadağalarda kesilmir. Başqa hədisdə, İmam Buxarıdan, Müslimdən gələn hədisdə buyurur ki, Muhammed sallallahu əleyhi və səlləm mə nəhəytukum anhu fəctənibuhu. Nəyi ki sizə qadağa etmişəm, ondan çəkilin. Və mə əmartukum bihi fəf'alu minhu məstata'tum. Nəyi ki əmr etmişəm, onu da bacardığınız qədər yerinə yetirin. Elm əhli buyurur ki, qadağaların hamısından çəkinməyidir Muhammed sallallahu əleyhi və səlləm. Niyə görə? Çünki qadağalar hamısı şərdir. Hamısı şər olduğuna görə hamısından çəkindirib. Amma nəyi ki əmr eləyib yerinə yetirməyə, ondan deyir bacardığınız qədər yerinə yetirin. Nə qədər bacarırsan. Məsələn, insan namazı qılmalıdır ayaq üstə. Namaz qılınır ayaq üstə. Lakin bacarmırsa bir adam oturub namaz qıla bilər. Otura bilmirsə uzana bilər. Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsi babasının xəstəliyi var idi. Soruşur Muhammed sallallahu əleyhi və səlləmdən ki, necə eləsin namazda? Muhammed sallallahu əleyhi və səlləm deyir ki, salli qaimən. Ayaq üstə qıl. Fə illəm tastati fəsalli qaidən. Bacarmasın otur qıl. Fə illəm tastati fə alə cəmb. Onu da bacarmasın uzanaraq qıl. Yəni hər halda qılırsan. Lakin asanlaşdırıb şəriətimiz. Nə qədər bacarırsansa, o qədər eləyirsən Allah Taala'nın izni ilə. Sonra şeyx burada buyurur ki, Muhammed Abdülvahabın sözünü gətirir. ثُمَّ صَارَ الْأَمْرُ إِلَى أَنَّ الْإِفْتِرَاقِ فِي أُصُولِ الدِّينِ وَفُرُوعِهِ هُوَ الْعِلْمُ وَالْفِقْهُ فِي الدِّينِ. Yəni Muhammed Abdülvahab dedi ki, rahimehullah, baxmayaraq ki, Allah və onun Rəsulu cəmaət olmağı açıq-aydın bəyan eləyib və həmçinin firqələnməkdən, bölünməkdən, parçalanıb, ixtilaf eləməkdən açıq-aydın qadağa edib. Bundan sonra ümmətdə olan oldu. Yəni ümmət bölündü, parçalandı, ixtilaf elədi. Hətta o yerə gəldi, çıxdı ki, bəzi insanlar bölünməyi, parçalanmağı elə dində elmdən və fiqhdən saydılar. Kim ki deyirdi və ya deyirsə cəmaət olmaq lazımdır, bölünmək lazım deyil, ona məcnun kimi, dəli kimi, zındıq kimi baxdılar. Şeyx Ubeyd Əl-Cəbri burada buyurur ki, müəllifin bu sözü isə, bu sözünə dəlil isə ayəni gətirir burada. Buyurur ki, qultu və hədəl-ləzi zəkərəhu. Yəni bunu deyir, zikr elədi. Və huvə mə ələt iləyhil ümmətül İsləmiyyət minət-təhəzzüb. Yəni İslam ümmətində hizbiləşmə oldu. Necə Muhammed Abdülvahab deyir, ümmətdə olan oldu, yəni hizbiləşmə oldu, bölündü. Hətta sara kullu hizbin la yarad-din illə min xilali məbadihi və qavaidihi əlləti qaadəhə və usulihi əlləti as-saləhə. Buyurur ki, o yerə gəldi, çıxdı ki, dəstə-dəstə oldu ümmət, parça-parça oldular. Hər bir parça da özünün qoyduğu qaydalara və özünün qoyduğu usullara əsaslandı. Və hamısı öz qaydalarını və usullarını önə çəkdi və onu doğru saydı, digərlərinin yollarını isə batil saydı. Və asbəhə kullu hizbin bimə lədeyhim fərihin. Və hər bir dəstə də özündə olanla fərəhləndi və öz yolunu, qaydasını, usulunu, fikrini irəli sürdü və onu dəstəklədi. Və burada əvvəldə ötən ayələrdən birini gətirir, buyurur ki, Allah Taala deməli, Ənam surəsi 159-cu ayə. İnnellezine farraqu dinəhu və kanu şi'an lasta minhum fi şey. İnnema amruhum ilallah thumma yunabbi'uhum bima kanu yef'alun. O kəslər ki, dinlərini bölüb, farraqu, yəni firqə-firqə olublar, və kanu şi'an, parçalanıblar, dəstə-dəstə olublar, lasta minhum fi şey. Sən heç bir şeydə onlarla bir yerdə deyilsən. İnnema amruhum ilallah. Onların işi Allaha qalıb. ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ. Allah onlara elədikləri əməllər barədə xəbər verəcək. Burada Şeyx Ubeyd deməli, təfsirçi Şeyx Sədidən gətirir. Buyurur ki, Şeyx Sədi rahimehullah bu ayənin təfsirində yətəvaədu
Allahu Teala ellezine farraku dinahum. Allah Teala dinlerini bölüp parçalayanları tehdit edir. O kəslər ki, şəttətuhu və təfarraqu fihi, dinlərini bölüb parçalayıb dində firqə olurlar. Və kullun əxədə li nəfsihi nasibən minəl əsmə əlləti lə tufidul insan fi dinihi şeyən kəl yəhudiyyə və nasraniyyə və məcusə. Hansı ki, hər bir dəstə, hər bir toplum hizbi özü üçün bir ad götürüb. Hansı ki, o ad ona nə dinində, nə dünyasında heç bir fayda vermir. Məsələn, Yahudilik, Nəsranilik, Məcusilik və s. bu kimi yollar. Və bunlardan da bilirsiniz, İbrahim əleyhissalam, hansı ki Allah Teala onun üçün Quran-ı Kərimdə bir neçə yerdə hənif olduğunu və müşriklərdən olmadığını bildirir. Allah Teala buyurur ki Quran-ı Kərimdə mə kənə İbrahimu Yahudiyyən və la Nasraniyyən və lakin kənə hənifən muslimən və mə kənə minəl müşrikin. İbrahim nə Yahudi, nə Nasrani deyildi, lakin hənif müsəlman idi və müşriklərdən deyildi. Çünki Yahudilər dedilər ki, İbrahim Yahudidir, Nəsranilər dedilər ki, İbrahim Nəsranidir. Lakin Allah Teala nə dedi? Mə kənə İbrahim Yahudiyyən və la Nasraniyyən. O tövhidin atası, Əbul Ənbiyə, peyğəmbərlərin atası, tövhidi yaşayan, onu yayan, tövhidlə bütün varlığı ilə, yəni şirklə bütün varlığı ilə mübarizə aparan o İbrahim nə Yahudi idi, nə də Nəsrani. Nə idi? وَلَكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا. Hənif, şirkdən, tövhidən meyl eləyən bir müsəlman idi. Ona görə bu adlar ki var, bu adları daşıyan insanlara nə dünyadan, axirətdən heç bir fayda verməyəcək bu adlar. Sonra Şeyx Ubeyd Əl-Cəbiri burada buyurur ki, وَدَلَّتِ الْآيَةُ الْكَرِيمə. Bu ayə nəyi göstərir? Ənam surəsi 159-cu ayə. Ən-din ya'mur bil-ictima' vel-i'tilaf. Din əmr eləyir cəmaət olmağı, bir-birinə cəm olmağı. Və yanha anit-təfarruq vel-ixtilaf fi usulid-din və fi sairi masailihi el-usuliyyə vel-furuiyyə. Yəni bu ayə əmr eləyir dində cəmaət olmağı, həmçinin qadağa eləyir dinin əsaslarında və digər usul və fikir məsələlərində bölünməyi qadağa eləyir. Və sonra buyurur ki, və əmarahu ən yətəbarra mimmən farraqu dinəhum fəqal. Yəni Allah Teala öz peyğəmbərinə əmr eləyir ki, o kəslər ki dinlərini bölüblər, şiəən, dəstə-dəstə olublar. Onlardan bəri ol deyib onlara. Yəni öz peyğəmbərinə Allah Subhanahu və Teala. Və sonra Şeyx Ubeyd burada buyurur ki, Allah Teala dedi ki ona, yəni ləstə minhum fi şey. Sən heç bir şeydə onlardan deyilsən. Əy ləstə minhum və leysu minkə. Sən onlardan deyilsən, onlar da səndən deyirlər. Li'annahum xalafuk və anaduk. Çünki onlar sənə müxalif olub və sənə inadkarlıq göstəriblər. Deməli, dəyərli qardaşlarım, bunlar Peyğəmbər sallallahu əleyhi və səlləmin dininin əslinə müxalif oldular. Yəni əqidəyə müxalif oldular. Siz fikir versəz, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində bəzi məsələlərdən çəkindirib və deyib ki, kim belə eləsə bizdən deyil. Bu elə məsələlərdir ki, yəni bu batil dinə etiqad eləyənlərin çaşdığı məsələlər kimi dərin məsələlərdən deyil. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm birində deyir ki, hədisin birində, mən ğəşşənə fəleysə minnə. Bizi aldadan bizdən deyil. Ola bilsin, məsələn, bir insan ticarətdə digərini aldadır. Peyğəmbər sallallahu əleyhi və səlləm onu təhdid edib ki, bizi aldadan bizdən deyil. Yəni demək istəyir ki, bizim sünnəmiz üzərində deyil. Onun əməli sünnəyə müxalifdir. Yəni belə əməli edənləri Peyğəmbər sallallahu əleyhi və səlləm yəni təhdid eləyib, sünnə üzərində olmadığını deyib. Sən indi fikirləş, bölünüb əqidədə başqa bir etiqadı özünə əqidə eləyən, Allahın hər yerdə olduğuna etiqad eləyən, Quranın Allahın kəlamı olmadığını deyən, Quranın məxluq olduğunu deyən, Allahın isim sifətlərinin bir mənası yoxdur deyənlər, təsəvvür elə, yəni Allah qorusun hər birimizi bu kimi şeylərdən. Deməli, şeyx burada buyurur ki, sonra qultu, mən dedim ki, vəqad cəəti sünnəti sahihə bizəmmil iftiraq fiddin min zəlikə mə cəən Avf ibn Malik. Yəni demək olar ki, necə əvvəldə dedim, indi hədis gətirəcək Şeyx Ubeyd Əl-Cəbir, həmin hədisi gətirir. O hədis ki, bildirir ki, ümmət bölünəcək. Avf ibn Malikdən gəlir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm iftarqatil yahud alə 71 firqatən.
فواحدة في الجنة وسبعون في النار وافترقت النصارى على 72 فرقة وإحدى وسبعون في النار وواحدة في الجنة والذي نفس محمد بيده صلى الله عليه وسلم لتفترقن أمتي على 73 فرقة واحدة في الجنة و72 في النار. قيل يا رسول الله من هم؟ قال el-cema'a. Qala el-cema'a. Demək olar ki, eyni hədisdir. Ümmət bölünəcək. Əvvəlkilər Yahudilər 71, Nəsranilər 72, bu ümmət isə 73-ə bölünəcək və onun biri cənnətə daxil olacaq. Soruşurlar ki, kimdir ya Rasulallah? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, cəmaatdır. İbn Məsud, Allah ondan razı olsun, Hicrətin 32-ci ilində vəfat edib, buyurur ki, bu hədisin şərhində el-cema'a, Peyğəmbər sallallahu aleyhi ve sellem cəmaat deyəndə kim qəsd olunur? Mən kənə aləl-haqqi, haqq üzərində olan və in kunta vahdək, hətta tək olsa da belə. Yəni sən tək olsan, haqq üzərində olsan sən cəmaat sayılırsan. Yəni adam bir nəfərdir, 2 nəfərdir, 5 nəfərdir bir kənddə və eyni zamanda o kənddə minlərlə müxalif adamlar var. Əgər bu 5 nəfər Quranın, sünnənin, salih sələflərin fəhmi üzərindədirsə, o 1000 nəfərə deyil, bu 5 nəfərə haqq əhli deyilir. Hətta sayca az olsalar da. Allah Teala Quran-ı Kərimdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki: "Və in tuti əksərə men fil ard yudilluka an sabilillah." Sən yer üzərində olanların çoxsuna tabe olsaydın, səni Allahın yolundan azdırardılar. Ona görə çoxluqla götürülmür. Nə ilə götürülür? Quran, sünnə, salih sələflərin fəhmi ilə götürülür. Sonra Şeyx Ubeyd el-Cəbiri buyurur ki, mən deyirəm ki, deyir, "La xalasə lil ummə min şitati aw şatatil amr və təməzzuqus şaml və təsaddu' sufuf illə bi amrayn." Yəni parçalanmaqdan, ümmətin parçalanıb səf-səf olmasının xilası nəydədir? Nə ilə bu şeydən xilas olmaq olar? 2 şeylə. Birinci, dar düşüncəli bu qruplaşmalar ki var, onlara bağlılığı, təəssübkeşliyi tərk eləməklə. Birinci budur. O dar düşüncəli hizbilər, qruplaşmalar, öz nəfsinin xidmət eləyənlər, öz rəyləri ilə gedənlər, Quranın, sünnəti kənara qoyub təəssübkeşlik eləyənlər. Onları tərk eləmək lazımdır. İkinci də nə etmək lazımdır? Əl-audatu iləl-cəma'a əs-sələfiyyə. Sələfi cəmaatına qayıtmaq lazımdır. Fə innəhə əl-hənifiyyətis-səmhə. Sələfi cəmaatı kimdir? Yəni hənif, yəni asanlıq şəriətini özündə daşıyanlar. Yəni həniflik necə qeyd elədi, İbrahimin dini idi, o da şirkdən tövhüdə meyl edənlərdir. Vəl-məhəccətul beyda əlləti leyluha kənəhərihə la yeziğu anhə illə həlik. Buyurur ki, yəni ağ bir yol, yəni açıq, aydın bir yol. Hansı yol? Onun gecəsi də gündüz kimi aydındır. Ondan ayrılan həlak olar. Ondan ayrılan həlak olar. Onlar da kimlərdir? Əl-firqatun naciyə, nicat tapan firqə. Və taifətul mansura, və haqq tayfə və ya kömək olunmuş tayfa. Və sonunda Şeyx Ubeyd İbn Teymiyyə rahimehullahdan gözəl bir söz gətirir, buyurur ki, İbn Teymiyyə deyir ki, la aybə alə mən azhara məzhəbis sələf və intəsəbə iləyhi. Kim özünü sələflərin məzhəbinə nisbət eləsə, desə ki, mən sələfiyəm, heç kim ona bunu ayıb edə bilməz. Və i'təzə iləyhi, özünü sələfilərə isnad etsə ki, mən sələfiyəm desə, bu onun üçün ayıb sayılmaz. Bəli yəcibu qabulu zəlik minhu bil ittifaq. Əksinə, ittifaqla bunu ondan qəbul eləmək vacibdir. Fə innə məzhəbəs sələf, həqiqətən də sələfin məzhəbi la yəkunu illə haqqan, haqq məzhəbidir. Yəni haqq yoldur. Fə in kənə muvafiqan ləhu batinən və zahiran. Özünü sələfə nisbət eləyən birisi, əhl-i-sünnə vəl-cəma nisbət eləyən birisi, əgər həm zahiri, həm batini sələfilərə, sələfiyə tabi olursa, fəhuvə bimənzilətil mu'min əlləzi huvə aləl-haqqi batinən və zahiran. O, elə zahirən, batinən sələfilərə tabi olmuş möminlərdən sayılır. Sonra buyurur ki, və in kənə muvafiqan ləhu fil-zahir, əgər zahirən özünü onlara tabi olan, yəni sələfili ilə gedən göstərərsə, fəqat dunəl batin, yəni batində, amma o deyil,
özünü sələfi kimi göstərir, lakin batində o deyil. Fəhuv bi mənzilətil münafiq. O adam münafiqlərin mənzilindədir, yəni münafiqlərin yolundadır. Fətuqbalu minhu ala niyyətehu. Onun zahiri ondan qəbul olunur. Və tuqalu səriratu ilallah. Batini isə Allaha həvalə edilir. Sonra buyurur ki, فَإِنَّا لَمْ نُؤْمَرْ أَنْ نُنَقِّبَ عَلَى قُلُوبِ النَّاسِ. Bizdir insanların qəlbinə baxmaqla əmr olunmamışıq. وَلَا نَشُقُّ بُطُونَهُمْ. Nə də əmr olunmuyor ki, bizə biz insanların qəlblərini yaraq görək bu hansı əqidəyə, hansı mənhəcə xidmət eləyir. Zahirən bizə nə göstərsə, biz ondan gedəcəyik, onu da ondan qəbul edəcəyik. Və bu da əlhəmdülillah bu dinin gözəlliyindəndir ki, insanların qəlbinə müdaxilə eləmir. Nə deyirsə biz onu qəbul edirik, lakin işi Allaha qalıb. Allahdan sır ki, Allah Teala bizi haqq əhli ilə bir yerdə etsin. Allah Teala bizi bölünməkdən və bölünənlərdən qorusun. Vəlhamdülillahi Rabbil ələmin.